Hər vaxtınız xeyirli olsun. Hər birinizi Dalğa FM radiosundan ürəkdən salamlayırıq. Küləklər şəhəri Bakımızdan. Bilirik ki, Bakı ümumiyyətlə küləklər şəhəridir. Ona görə biz alışmışıq və bugünkü küləkli hava şəraiti inanıram sizin əhval-ruhiyyənizi pozmur. Əksinə, gözəl əhval-ruhiyyəyə köklənmək üçün mən sizi dəvət edirəm ki, elə bax bizi dinləməkdə davam edin və həm də bu dəqiqədən etibarən Mədəniyyət Nazirliyinin təqdimatında yayımlanan Dalğa FM radiosunda sənətin səsində elə bir səs olacaq, elə bir söhbətlər olacaq ki, əminəm ki, ürəyinizcə olacaq. Çünki sənətin səsində nəinki bizim sənətkarlarımızın ifaları, səsləri, həm də Azərbaycan musiqisinin böyük bir hissəsini təşkil edən musiqi alətlərimizin səsi, avazı gəlir və bugün də istisna deyil, çox gözəl bir qonağımız var. Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünas üzrə elmlər doktoru və bir çox musiqi alətlərinin həm dərin bilicisi, araşdırmacısı, tədqiqatçısı, elmə yenilik gətirən musiqişünas, musiqiçi Abbasqulu Nəşəvzadə bugün bizimlədir. Xoş gəlmisiniz Abbasqulu müəllim və deməli gözəl bir sürpriz oldu ki, ilk ifası hazırda bizim studiyamızı bəzəyən Abbasqulu müəllimin hazırda artıq əlində olan o bizim qədim musiqi alətimiz kamançada Dalğa FM-də dalğalarla Abbasqulu müəllim musiqi ilə sizi salamlayacaq. Daha sonra söhbətimizi edəcəyik. Buyurun. Xoş gəlmisiniz bir daha. Xoş gününüz olsun. Bayaq musiqi ilə bizim dinləyiciləri salamladıq. İndi də sözlə salamlayıram. Buyurun. Bizi eşidənləri, bizi dinləyənləri salamlayırıq və sizin bu yeni verilişinizi uzun ömürlü olmağını arzulayıram. Çox sağ olun Abbasqulu müəllim, təşəkkür edirəm. Mən xatırlatmaq istəyirəm ki, sonradan həm də bizim verilişimizin bütün digər buraxılışlar olduğu kimi video buraxılışlarını siz Mədəniyyət Nazirliyinin rəsmi YouTube kanalından izləyə bilərsiniz. Eyni zamanda Dalğa FM radiosunda YouTube kanalında da bizim verilişlərimiz yerləşdirilir. Oradan da bizi izləmək mümkündür. Sizə bir ideya vermək istəyirəm. Buyurun. Hələ sual verməmişdən qabaq. Deməli, mən dalğaları ifa elədim. Bəli, o Ramiz Təxminən Mirişli. 40 il bundan qabaq mən Ağsu rayonuna toylara tez-tez gedirdim. Orada dəvət edirdilər. Orada bir saz var idi. Deməli, bu hər toya gəlirdi. O dövrün magnitofonu vardı, böyük magnitofonlardı. Gəlirdi həmişə ya ifaçılara dalğalar sifariş verirdi. Kolleksiya yığırdı. Dalğalar mahnısını o qədər çox sevirdi ki, yeni bəstələmişdi. Ramiz Mirişlinin əsəridir. Və o yığırdı. Gedirdi, məsələn, hara dəvət eləyirdi zərətsə onu. Məndən də xahiş edirdi, gələn dəfə başqa oxuyan gətirdi. O şeyi, çünki bir dəfə yazdı. O oxuyanın ifasında oxudu da. Kolleksiya. Tutaq ki, Niyaməddin Musayev gəlirdi ora, gedirdi, dəvət eləyirdilər onu, gedirdi Niyaməddinə sifariş verdi ki, bir də dalğaları oxu. Nə bilim, Zaur Rızayev. Neçə variant oldu? Mən bilmirəm də, deyirəm, biz gedirdik. Yəni o bəlkə də indi bilmirəm, sağdırsa Allah ona can sağlığı versin, salamlayırıq. Dünyasını da dəyişibsə onun o kolleksiyası var.
Siz də bura gələn ifaçılarınızda mütləq bir ağız da olsa dalğa ifa eləsə yaxşı olar. Mütləq gözəl bir ideya. Və dalğaları da ayrı-ayrı musiqi alətlərindədir və elə çünki onun solo ifa, yəni ifaları da var. Yeri gəlmişkən zənginləşdirərik dalğalarla və dalğa dedikdə, kolleksiya dedikdə sizin də maşallah nə az nə çox. Abbasqulu müəllim, neçə musiqi alətiniz var? Alətimiz artıq 90-ı keçib, 100-ə doğru gedirik. Yaxın günlərdə yəqin ki 100 olacaq. Çünki bu özdə məndə olan alətlər hamının tanıdığı alətlər deyil də. Deyil, bəli, bilirik. Amma bax indi biz deməli Naxçıvanda İxtiyar Seyidov adında bir qardaşımız var. Gözəl həm alətləri düzəldir, həm ifa eləyir, həm tədris eləyir. O ilə qərara gəlmişik ki, Səfiyyəddin Ürməvinin Muğni adlı alətini mən ona layihələri vermişəm, eskizlərini göndərmişəm, hazırlayırıq. Yəni çox çətin alətdir, onu da deyim. Ona görə bu günə qədər bərpa eləyən olmayıb. Amma inanıram ki, İxtiyar müəllim onu gözəl şəkildə. Bir daha adını deyək. Muğni. Simli alətdirmi? Nəfəs aləti nə alət? Yox. Simlidir. Simli alətdir. Telli alətdir, amma mizrabla çalınır. Bu onu elə də düzəldir ki, həm də onu santur deyilən alətimiz vardır, çubuqlarla çal. O cürünə də çalmaq mümkün olacaq. Çox belə gözəl bir alətdir. Soruşa bilərsiniz, niyə Muğni? Niyə? Bilirsiniz də, Arazın, Güney Azərbaycanda Muğ tayfaları yaşayır. O cümlədən də Araz çayının bu yanındadır. Yəni Muğan deyirik ha. Orada da Muğan deyirlər, bu ərazidə də Muğan. Yenə də o adından bəlli olur ki, bəli. Muğ tayfaları, bu ilə hələ Herodot 2500 il bundan əvvəl tarixin atası Herodot Midiya dövlətindən yazanda yazır burada Muğ tayfaları yaşayırdı. Onlar çox poeziya sevər, musiqi sevər. Özdə xırda xalqlar o dövrdə də olub, amma bu əsas üstünlüyü Muğlar təşkil edib. Bu da öz Muğ tayfalarının şənindən bir Muğni adlı alət yaradır. Bax, yeni bir musiqi alətimiz də əlavə olunur. Bax, bu cür bizim qədim musiqi alətlərimizin siyahısına geniş söhbətimizi, maraqlı söhbətimizi davam etdirəcəyik. Çünki uzun-uzadı biz əgər bu cür sərvətdən danışırıqsa, əlbəttə ki, daha maraqlı məqamlar da, faktlar da olacaq. Hazırda əlimdə çox gözəl bir notoqrafiyadır bu. Abbasqulu müəllim, məhz sizin hazırladınız və bilirik ki, bu yaxınlarda xalq şairi Nəbi Xəzirin 100 illik yubileyi olmuşdu. Dövlət səviyyəsində qeyd olundu və siz də öz töhfənizi vermişsiniz bax bu il və 2 əsərdir. Mən istərdim daha ətraflı. 2 mahnıdır onun sözlərinə. Bir bulaq başındadır. Və digəri də var burada. Bura Muğandır, Azərbaycandır. Həmin o Muğni əsər, musiqi alətindən. Bu il Muğan üstündə gedirik. Bəli, elə əslində hər zaman biz doğrudan da... Onun da səbəbi var. Bax, mən keçən il Özbəkistanda simpozium keçirilirdi, Muğam simpoziumu. Orada mən deyəndə ki, bu Muğni ilə bağlı, ümumiyyətlə Muğam janrı ilə. Muğam da oradan gəlir. O sözdən qaynaqlanır. Bəli. Bunu bizim tarixçilər yazıb. Mən orada çıxış eləyəndə başqa bir qonşu xalqların nümayəndə etiraz elədi ki, yox, nə bilim, fars dilində bu tamam başqa şey. Hər zaman olduğu kimi müdaxilələr olur. Yəni, sözü olardı, içki içilən yer, şərab satılan yer. Dedim, mən tədqiqatımı Azərbaycan dilində aparıram. Azərbaycan dilində Muğam, Muğların yaşadığı məskən deməkdir, məkan deməkdir. Yəni, belə biraz əks fikirlər söyləyənlər hər zaman olur, hər zaman olur. Ona görə biz də müqavimət, bizə qarşı olan müqavimətə qarşı onlara cavablarım verir. Bəli, hər zaman olduğu kimi siz nəinki bizim musiqi alətlərimizin həm dərin bilicisi, ifaçısı, həm də araşdıraraq üzə çıxarırsınız. Unudulmuş musiqi alətlərimizi uzun illərdir bərpası ilə məşğulsuz. Nəinki Azərbaycana, dünyaya təqdim edirsiniz. Yəni, əsas da missiyanız budur və bunun üçün biz sizə təşəkkür edirik ki, yəni bizim milli sərvətimizi, bizim
bir necə deyirlər, mənliyimizi sübut edirsiniz. Bir daha faktlarla, dəlillərlə, sübutlarla ki, bəli, Azərbaycana xas olan milli dəyərlərdir. Düz istəyirəm, mən o mahnını, Aha. şeirin adı Bura Muğandır. Nəbi Xəzri Uzun elə. illər əvvəl Mən ora, yazılıb, bəli, mən ora bəli. bizə icazə verilir də, istənilən mahnının şeirin adını da dəyişə bilərsən. Müəyyən sözləri də dəyişmə icazə verilir. Redaktə eləmə icazə verilir. Mən də orada Bura Muğandır, Azərbaycandır. Əlavə et, bəli, yəni ki, ona Azərbaycan sözünü əlavə elədim ki, çünki başqa xalqların dilində də Muğan gördüm, onların dilində istifadə olunur. Bayaq dediyim kimi şərab satılan yer kimi falan. Yəni amma Azərbaycan da burada bizi böyük bir mahalın, böyük bir elin olduğunu göstərdi. Həm də bunun monoqrafiyası da var. Monoqrafiyası da var. Şəklində deməli Nəbi Xəzrinin misralarının nəğməyə çevrilməsi, bütün onun o qədər problemlər həll olunub o monoqrafiyada. Yəni bu günə qədər yanlış gedən sözləri var idi Nəbi Xəzrinin ki, yəni mahnıları başqasının adı ilə radioda bu günə qədər də elan olunur. Bəzən olur o səhv salırlar, bəli, bəli. O qədər oğlu ilə getdi, Arzu müəllimlə getdi. O qədər onlar da o qədər sevindilər ki, "Nə yaxşı ki siz bu tədqiqatı aparmısınız." Bəli. Hələ bir çox mahnıları var idi ki, oğlunun xəbəri yoxdur ki, atamın bu mahnıları var. Yəni üzə çıxarmısın. Dava elə ki, yox, atamın belə adında heç nə şeiri var, nə musiqi yazılıb. Sonra gedmiş deyirəm ki, bax, məsəl üçün Firəngiz Əlizadə Xorçun yazıb, əsər yazıb. Deyir, axı yox, çap olunmayıb. Deyirəm, ölüyün də bu sözü gedmişik, götürmüşük. Firəngiz xanımla əlaqə saxlayıb o da. Deyib, bəli, özü əl yazma şəklində verib şeiri ki, həmin əl yazmalar da qalır başqa-başqa arxivlərdə də qalır. Nə qədər arxivdən Nəbi Xəzrinin əli ilə yazdığı oğlu təəccüb elirdi ki, bilirsiniz necə olur? Gəlir, yaradıcı insandır da. Bəstəkar deyir ki, Nəbi Xəzr, bir dənə xahiş edirəm, bunu dinlə, bu musiqi. Musiqi hazırdır. Buna bizə söz yazın. O da həmən orada oturub sözü yazıb. Yaxşı ki o kağız qalıb olardı, arxivdə qalıb. Amma külliyyatına daxil olunmayıb. Bəli, həmin o külliyyat bugün bizim milli sərvətimizdir. Mən də indi nazirliyə vermişəm, cavab gözləyirəm. Və monoqrafiyası olacaq. Monoqrafiyası onlarda bir komissiya var, baxılır, eləyir. İnşallah çox arzu eləyirəm ki, İnşallah. Bəli, biz də arzu edirik və elə bizim bugün studiyamızda masamızı daha bəzəyən daha bir neçə musiqi alətləri var ki, bu da nəfəs alətləridir. Bizim bir daha ta qədimdən əcdadlarımızdan bizə yadigar qalan və bugün üzə çıxarılmaqda ümumiyyətlə Nəcəfovların, Nəcəfzadələrin bu soyun, bu soyadının böyük əməyi var. İlham müəllimi də salamlayırıq. İlham Nəcəfov. Mənim o biri qardaşlarım da, yəni əvvəl elə Mehdi, Məhərrəm dünyasını dəyişdi. Allah rəhmət eləsin, bilirik, bəli. İlham. Amma bir dənə böyük qardaşım musiqi sevər olub, amma musiqi ilə məşğul olub. Yəni biz sonradan bir yerdə fəaliyyət göstərmişik. Folklordan çıxmış adamlarıq. Dastan folklor ansamblı. Yəni respublikada ASTV-nin nəzdində ilk yaradılan folklor ansamblidir. Allah rəhmət eləsin, Baba Mahmudoğlu rəhbərliyi edirdi. Mən də musiqi rəhbəri idim. Yəni qardaşlarla da bizim üçün bir yaradıcılıq laboratoriyası idi ora. Bir yerdə işləyirdik. Yəni siz bayaq dediniz musiqidə. Sondan sonra elmə də gəldik. Bəli, inkişaf oldu. Bəli, burada əlbəttə ki, başlıcası həm də təhsili də qeyd etməliyik. Həm də bugün ziyalarımızdansınız, var olasınız. Abbas Qulu müəllim, İlham müəllimə bir daha efir vasitəsilə salamlar və nəfəs alətlərimiz düzdür. İndi küləkli havada bir təbiət qoynuna aparacaqmı bizi? Neyin səsi, nə bilim, tütəyin səsi. Tütək birbaşa təbiətdəsən. Bəli, özümüzü harda hiss edəcək, nə bilim, o sizin doğma torpağınız Xızı dağlarında hiss edə biləcəyi, Şamaxıda hiss edə. Kim hara aparacaq bilmirəm. Xızının bir tərəfi, Xızın gözəl, ona görə gözəl yerdir ki, dağı var, şəlaləsi var, meşəsi var, çayları var, gölləri var. Həm də Xəzər dənizinin bir hissəsi Xızının aşağı, yəni Giləzi kəndinin sahili Xızıdır. Şurabat kəndinin Xızı deyəndə Xəzər dənizidir, bu biri tərəfi Xızı ərazisi. Bir muzeyiniz də deyəsən orada olmalıydı. Hansı? Demişdiniz ki, orada bir musiqi alətlərindən bir muzey hazırlayacaqsınız, təqdim edəcəksiniz. Yadınızdadırmı? Danış. Bəli. Bax, bizim Xızının Xirək kəndindən, yəqin ki, bizim Xızı icra hakimiyyətinin nümayəndələri də qulaq asır bizə. Onları da salamlayırıq. Yəni, bizə dəstək versinlər, bizim kəndimizi bərpa eləyək. Yəni, kəndi 41-45-ci illərdə boşaldıb, dövlət boşaldıb. Kompensasiya vermədən.
Gedin harda işləyirsiniz, yaşayın. Yəni burada müharibədən sonra ağır vəziyyət idi. Amma siz orada bildiyimə görə istəyirsiniz İndi gözəl bir kəndimizin məkan. əhalisi, xirəkililər, Xirək kəndini Aha. buradan salamlayıram. Bəli. Bütün xirəkillərimizi orada yığışırıq. Orada hərənin öz maraqlı burasındadır ki, orada Ağa adında bir bizim xirəkilimiz olub. Bir dənə həmişə kənddə olub da. Bir dənə daşın qoymayıb ki, söküb aparsınlar. Düz indi damı, qapısı, Bəli, bazarçı bəli. çürüyüb eləyib. Amma onları indi hamı da bilir. Bax mən bilirəm ki, mənim babamın evi budur. Gedib oranı bərpa eləyib və siz demişdə istəyirəm orada mən alətlərimi, musiqi alətlərimi bax oradakı həm bizim alətlərimizlə tanış olmaq istəyən gəlib orada tanış olsun. Gəlib həm Xirəkin gözəlliyinə baxacaq. Gölü də var Xirəkin. Bəli. Həm də ki bizim bu musiqi alətlərimizlə Sevə-sevə biz də gələrik. İnşallah, İndi isə dəvət hələlik o edirik. bəli, o təbiətin belə deyək də ab-havasını studiyamızdan ötürək dinləyicilərimizə. Sonradan bizi izləyəcək YouTube kanallarında izləyicilərimizə. Neyim tütəyimiz? Tütəyi aldınız əlinizə. Ay, bəh. Qoy elə çoban tütəyi, çoban bayatçısı. Ay, nə gözəl, gözəl olar. Bunu çox ifələmişəm. Amma təbiətə bu musiqi aparır da. Aparır təbiətin qoynunda hiss edirsən. Buyurun, eşidərik sizi. Hətta qoyun quzunun səsi də gəldi elə bil. Sanki insan özünü həqiqətən də insan özünü təbiət qoynunda hiss etdi. Aldız apardınız bizi və qayıtmışıq sözünün hər mənasında qayıtmışıq studiyamıza. Həm dalğalar dəniz qoynuna da apardınız bizi, dəniz kənarına da. Bir şey deyim də, dənizdən dediniz, bax Xızıda dənizimiz var. Bəli. Mən həmişə özümü dalğaların qoynunda hiss edirəm. Əhatəsində. Batamdardda yaşayırıq, Batamdardda. Birbaşa dəniz görsün, dənizin havası da. Bəli. Yəni bizim evdən dayanıb, bizim elə qapıdan da dursan, hələ yuxarı çıxmayın, 3 mərtəbədir. 3-cü mərtəbədən dəniz lap aydın görsün. Hətta qapının özündən baxırsan dəniz görsənir. Ay, bizim də yeri gəlmişkən Dalğa FM radiosunun da mənzərəsində düz dənizə baxır. Bir də qabaq Vişnovka deyilən bəli, Buzovna kəndidə. O şeydən dənizdən çox aralıdır Vişnovka. Oğlum indi mənə bir hədiyyə elədi. Dedi ki, ata sənin üçün deyir, elə Vişnovkaya yaxındır, dəniz qırağında bir həyət almışam, bağ. Oradan da yenə dəniz görsənir. Deməli bizim ev ən axırıncı evlərdəndir də, dənizə yaxın evlər. Sonra tras gedir orada. Yol. Bəli, yolu keçdin dənizdə artıq. Var olsun belə övladlar ki, o arzunu əlbəttə sizin həyata keçirirlər. Oradan da mən oğlumdan çox razıyam. Həm də mən belə başa düşdüm ki, bu təbiət də sizin o ilham pərinizdir. Sizi ilhamlandıran, sizi belə deyək də bugün müasir dildə desək, motivasiya verən bir mənbədir. Çünki Allah bütün balaları saxlasın, o cümlədən də bizim balaları. Amin. Çünki elə bir çətin işlə məşğulsuz ki, yəni bura insanın gözünün nuru gedir, insanın səbri, belə deyək, zehni gedir. Bəli, həqiqətən də və bu gün musiqi alətlərimizin həm də unudulmuş bax bərpası, təkmilləşdirilməsi, yenidən həyata qaytarılmasında böyük işlər görürsüz, həm də pedaqoji fəaliyyətinizdə. Yəni mən istərdim buna da bir qədər toxunaq. Bu gün musiqiçilərimizin musiqi alətlərimizə müraciəti, axını, marağı, öyrənilməsi baxımından bax bu sahədə görülən istərdim ki, çatışmazlıqlar mı deyim, hansı məsələlər var ki, onları istərdiniz ki, həm də daha çox üzə çıxarmaq. Bilirsiniz,
çox düzgün buyurdunuz. Bizim alətlərimiz. Yəni mənim evimdə bayaq dediyim Bəli. kimi siz dediniz ki, 100-ə yaxın alət var. Orada əlvah deyilən bir alətimiz var. Əlva. Muzeylərdə yoxdur, heç kim bilmir. Yəni Əbdülqadir Marağalının icad etdiyi o alətlə tanış olmaq üçün mütləq gələk mənim evimə gələsiniz də, başqa yerdə yoxdur. Yəni Əbdülqadir Marağalının bu gün ksilofon deyilən həmin onun böyük prototipidir. Onu ilk hazırlayan düzdür o metaldan hazırlayıb Əbdülqadir Marağalı. Və yazıb da onun quruluşunu verib, mən də o quruluşun əsasında eskizin hazırlatdırmışıq, bərpa eləmişik. Yəni bu alətlə tanış olmaq üçün ancaq gərək, yenə də deyirəm, mənim evimə gələsiniz, görəsiniz. Yəni böyük bir musiqi alətidir həm də. Yəni mən bildiyim, yəni ksilofon deyirsinizsə, yəni çünki həcmi böyük çubuqlarla çalınır. Çox gözəl alətdir. O ki qaldı sizin sualınıza, maraq var, amma bu belə deyək də alətlərin hazırlanması ilə bağlı məni qane eləmir. Yəni ustaları qayğı yoxdur. Hər kəsin parakəndə şəkildə qabaq Şuşamız var idi, yadınıza gəlir. İndi də Şuşamız var. Amma istərdim ki, orada fabrik var idi. Musiqi alətləri bərpa olunsun, düzəldilsin. Yəni peşəkarlar bir yerə yığışsın. Parakəndə şəkildə hazırlamasınlar. Gedirsən, hər bir rayonda bir usta var. İfa alətləri düzəldir eləyir. Amma bunlar cəmləşərək, yəni bir cəm şəklində bir yerdə, bir məkanda istəyirsiniz. Bir də ki, qayğı olsun da onlara. Bax, məsələn, o ixtiyar dediyim qardaşımız, özü də o qədər adamdır, mərd oğlandır. Deyirəm ona ki, mən sənə kömək eləyirəm də o alətin, materiallarını alma. Çox xərc çəkir. Deyir, yox, Vaskulu müəllim, biraz az yeyərəm. Sözə bax, biraz boğazımdan kəsərəm, biraz az yeyərəm, o aləti düzəldərəm. Belə qeyrətli oğlanlarımız var. Amma bunları da həvəsləndirmək lazımdır. Bəli. Həm də bugün bizim musiqi alətlərimiz xarici ölkələrdə də təqdim olunur. Bir çox tədbirlər keçirilir, konfranslar, simpoziumlar keçirilir. Baxın, bir maraqlı söz deyirəm sizə. Balabəyev adlı Balaxanı kəndindən çox unikal bir sənətkarımız var. Alətləri elə düzəldir, yəni sədəflə elə bəzləyir ki, Allah Taala ona elə bir qabiliyyət verib ki, ikinci bir adam yoxdur da, bəlkə dünyada yoxdur elə o səviyyədə. Bax, bizim Ulu Öndərə də alət bağışlamışdı, kamançı alətini bağışlamışdı. O da, yoxsa yox, tar alət. O da aparıb Fransaya gedəndə ilk bizim prezidentimizin ilk səfəri olub. Və onu orada Fransanın prezidentinə hədiyyə eləyir. Hədiyyə eləyir, iki göz istəyir də, baxırsan doymursan da bu alətlə. Alətə baxanda Azərbaycan, deməli neft buruqları var üzərində, nə bilim Xəzərin o sahili görsən. Bəli, onların hamısını sədəflə düzür. Nə gözəl. Baxanda bilirsən ki, bu Azərbaycan alətidir. Bu yaxınlarda mənə dedi ki, Abbasqulu müəllim, həmin Balabəy müəllim, dedi ki, mənə xəbər göndərdilər ki, Fransadakı o alətin adını dəyişiblər. Orada yazılmışdı ki, Bakı, Azərbaycan, Heydər Əliyevin hədiyyəsi. Onların hamısını çıxardıblar, yazıblar İraniyan, İran aləti kimi. Ona görə indi Nazirliyə də xəbər olundu bu ilə bağlı. Yəni bunun üzərində yəqin ki, iş aparılır. Onu təzədən əvvəlki vəziyyətə. Görürsünüz, düşmənlərimiz var da hər yerdə. Yəni istənilən vaxt zaman, hər zaman müdaxilələr olub, hər zaman o elə oğurluq da olub, yəni sahib çıxmağa çalışırlar. Sənətkarlarımızdan danışdınız. Bizim sənətkarlarımız da qızıldır, əlləri qızıldır. Barmaqları qızıldır, əlbəttə ki. Və çox sevindiricidir ki, bizim musiqi alətlərimiz həm də ölkəmizdə fəaliyyət göstərən muzeylərimizdə də bir eksponat kimi qorunub saxlanılır. Məsələn, elə uzağa getmək, Beynəlxalq Muğam Mərkəzində də var. Bizim orada Heydər Əliyev mərkəzində də var. Yəni bugün öz belə deyək də məkanlarımızda, özümüzdə, öz muzeylərimizdə təqdim olunması insana həqiqətən də fərəh verir. Və arzu edək ki, bax bu cür musiqi alətlərimizi, xalq çalğı alətlərimiz, o ki orkestrlər
var, ansambllar var. Onlar daha da zənginləşdirsin bizim ansambllarımızı. Yəni Avropa musiqi alətlərinə ifa edirlər, amma o xalq çalğı alətləri dedikdə istərdik ki, daha böyük heyət olsun və əlavə olunsun. Belə bir təklif olurmu ki, xalq çalğı alətlərinə məsələn heç Yox, aparılır o yöndə işlər aparılır ki, tutaq ki, elə bizim alətlərimizi Məmmədəli Məmmədov adlı konservatoriyadır. Bizim yeni müdafiə də elədi, onu da təbrik eləyirik. Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Biz də hələ diplomunu almayıb, amma müdafiə elədi. Bizim də qonağımız olmuşdu, o da maraqlı musiqi alətləri hazırlayır. Yəni o bizim orkestrlər üçün ehtiyac, hansı dirijor deyir ki, bax bu alətin bizdə yoxdur da, bunun bəm növünü hazırlayın, gətirin. O da gedir. Hətta yağışın belə səsini çıxaran, nə bilim, ildırımı, şimşəyin səsini çıxaran musiqi alətləri yaradıb və bu işdə əlbəttə ki, əl-elə vermək, necə ki siz söylədiniz, birgə olmaq, bir olmaq və araşdırmalarınızla, tədqiqatlarınızla. Bunlar hamısı xalqımız üçün olan işlərdir. Bəli, gələcək üçün edilən, sənət üçün edilən, Azərbaycan adına edilən işlərdir və bu yolda sizə uğur arzu etmək istəyirəm. Abbasqalın müəllim, sizinlə vaxt uçur. Həqiqətən də vaxtı dayandırmaq mümkündür. Çox təəssüf ki, artıq yavaş-yavaş yekunlaşdırırıq, bəli. Amma mən hələ bizim orada bir neçə musiqi alətlərimiz də var ki, onların da bir istəyirik sənətin səsində bir səsi gəlsin. Dalğa FM-də icazənizlə, amma Balaban. Siyasiləşmiş alətlərimizdən biri. Səsi o qədər gözəldir ki. Hər kəs sahib çıxmaq istəyir. Hər kəs sahib çıxmaq istəyir. Amma Azərbaycanımızındır. Bəli, biz bütün parametrlərdən sübut edirik ki, bu yəni arxeoloji, ədəbi, tarixi, lingvistik, nə bilim, miniatür rəsmlər, bütün parametrlərlə Azərbaycan xalqına məxsus. Hətta Qobustanda belə bir faktlar var ki, yəni o vaxtı Qobustanda necə yaranmışdı, bax bu cür bizim nəfəs alətlərimizdə, orada daşlarda var, cizgilər, naxışlar var. Elə o boyda qavaldaşımız bəs eləyir. Bu günə qədər də qalır. Bəli. Bilirsiniz də bu il Üzeyir Hacıbəylinin 140 illiyidir. Bəli, bilirik. Üzeyir bəyi də yad etməliyik. Mən özümü Üzeyir bəyinin mənəvi nəvəsi hesab edirəm. Niyə? Üzeyir bəyin tələbəsi böyük bəstəkarımız Süleyman Ələsgəroğlu olub. Mən də 5 il Süleyman Ələsgərovun sinfində mənim ikinci ixtisasımda var. Dirijor. Bilirik, dirijorsuz həm də. Süleyman müəllimin sinfində oxumuşam. Ona görə mənəvi nəvəsi hesab edirəm. Babamızın əsərindən, Koroğlu əsərindən bir balabanda rəqs Ay, möhtəşəm. Buyurun, eşidirik sizə. Təşəkkürlər. Amma Abbasqulu müəllim, istərdi bir neçə məqamlar vardı ki, onlara da toxunaq. Sonda neyin səsi qaldı da yox? Neyin də qalıb, zurna da qalıb. Zurna da qalıb. Görək hansı vaxt qalsa mütləq istərdik əslində hər ikisini də eşidək. Şairlərimizlə də sıx hər zaman siz belə dedi yaradıcılıqlarına müraciət edərək gözəl töhfələr vermisiniz. Bayaq biz qeyd etdik bu il Nəbi Xəzrinin xalq şairimiz Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə sizin
sizin də öz notoqrafiyanız təqdim olundu. Gözəl bir iki əsər təqdim Bəli, etdiniz, bəli. iki mahnı təqdim etdiniz. Həm də bizim daha bir görkəmli şairimiz. Bəli, Sabah ad günü olacaq. Mikayıl Bəli, Müşfiqin də bəli. bəli yad edək bu gün. Onun da 100 illiyində iki bax belə notoqrafiya hazırlamışdım. Zamanında. Deməli, Çal tarı, bir də Aha. Oxu sevdiciyim adı mahnılarına. Yəni ilk dəfə bu Oxu sevdiciyimə mahnı yazılmışdı, amma mən də bir başqa duet şəklində yazdım və Çal tarını heç kim o şeirə müraciət eləməmişdi. 100 illiyində onun çox düzgün buyurursuz. Sabah inşallah biz hər il olduğu kimi öncə yığışırıq burada Bakıda Aha. Müşfiqin büstü var da bilirsiniz. Bəli, bəli, bilirik. İnşaatçılar prospektində. Aha. Yığışırıq ora saat 10-da. Oradan da sonra yola düşürük Sayadlar kəndinə. Hansı ki Müşfiqin doğma kəndidir. məkanı Bəli, orada da onun var, muzeyi var. Bəli, bəli, orada da siz yad çox edirsiniz. düzgün dediniz. Mən tək Müşfiq deyil, Cəfərin də Cəfər Cəbbarlının da sözlərinə bax, eyni ilə elə bir monoqrafiya buraxmış. Elə Cəfər Cabbarlı nəğməli dünyası Bəli, bildiyimə bəli. görə. Bəli, bəli. Aha. Cəfər Cabbarlı ilə də bağlı və Cəfər Cabbarlıdan söz düşmüş ki, bilirsiniz, bax mənim əlimdə olan bu ney alətidir. O ney, bəli. Ney haqqında çoxlu sözlər dahilər hərə necə aləti duyur, o cürdən yazırlar. Bəli. Məsələn üçün Üzeyir Hacıbəyli yazır ki, eşq nigar, yəni sevgi hiss edirəm bu alətin. Neydə? Neyin Aha. səsində. Amma Cəfər Cabbarlı yazır ki, ney səslənərkən ölünün dirilməməsinə təəccüb eləyirəm. Yəni o dərəcədə insanı riqqətə gətirir, cuşa gətirir. Ölü eşitsə durmalıdır. Bəli, yəni o dərəcədə təsirlidir. Ona elə təsir edib. Bəli. Və istərdim neydə kiçik bir melodiya Buyurun, söz sizdə. Söhbətimiz qalsa o bir alətlərə də imkan Qalar, siz olan yerdə qalar. Abbasqulu müəllim, bayaq Üzeyir bəyi də xatırladıq. Şairlərimizi də əlbəttə ki, bizim böyük yaradıcılığı olan, böyük şəxsiyyətlərimizin, nəhəng sənətkarlarımızın yaradıcılığını da yad etdik və bir məqamı da istərdim açıqlayaq. Bax, Üzeyir Hacıbəyli söylədi ki, bu gün biz Üzeyir Hacıbəyli deyərək söyləyirik. Yubileyidir. Bəli, həm də bu il 100 illik, 140 illik yubiley qeyd olunur. Necə oldu əslində? Bax, o Üzeyir Hacıbəyov, Üzeyir Hacıbəyli oldu. Buna da bir açıqlama verərdiniz? Deməli, mən o vaxtı həm də İncəsənət Universitetində işləyirdim, Aha. 2003-cü ildə. Məni dəvət edədilər muzeyə. Allah Bayramova elə indi o vaxtda İndi də direktor idi, bəli, indi də muzeyində. direktor idi. Aha. Dedilər ki, Üzeyir bəyin Ləzgi rəqsi adlı əsərini ifa eləyəcək. İncəsənət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət orkestr. Orkestrin rəhbəri də indi dünyasını dəyişib Gülağa Zeynalov idi. O Gülağa müəllim də dedi ki, həm o əsərə qulaq as, həm də əsərlə haqqında fikirlərimi mətbuatda yazarsan. Gəldim ora, nəysə orada çox tanınmışlar var idi. Mənə də söz verdilər əsər ifa olunandan sonra.
Allah xanım özü aparırdı tədbiri. Mən də çıxdım. Təbii ki, Üzeyir bəyi mən görməmişəm. Əsər haqqında fikirlərimi dedim. Sonra dedim ki, olar ki, bir partituranı Üzeyir bəyin özü öz əli ilə yazdığı partitura. Dedim, qoy götürüm dahi sənətkarın əlinin dəydiyi izi hopub ora. Mən də götürdüm, öpdüm. Öpən kimi əl çaldılar. Sonra belə baxanda gördüm, elə bir tok vurdu mənə. Yazıb 1900 ləzgi rəqsi özdə o vaxtda latınla yazırdılar. Üzeyir Hacıbəyli, soyadın Hacıbəyli yazıb. 1932-ci il Bakı 30 yanvar belə yazıb. Və o Hacıbəyli sözü məni tutdu. Hacıbəyov. Yox, orada Hacıbəyov deyil, Hacıbəyli yazıb. Hacıbəyli yazıb. Özü yazmışdı, bəli. Dedim ki, 32-ci ildə bu repressiyanın tuğyan elədiyi vaxtda bu böyük cəsarətdir də. Sonra gedib həmin dövrdə, tutaq ki, 1925-ci ildə onun öz əli ilə yazdığı arxivdə də var. Proqram, Azərbaycan ilk muğam proqramı. Və orada da yazıb Hacıbəyli, əski əlifbəylə yazıb, soyadını yazıb Hacıbəyli. Sonra onu yəni o dövrdə əl yazmanı rus dilində götürüb yazıblar Qacibekov. Familiyanı da tərcümə eləyərlər. Bu adam kimi adam yazıb Hacıbəyli, siz də yazın. Belə sonra bu qərara gəldim ki, 18-20-ci illərdəki Üzeyir bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir mənalı şəkildə Hacıbəyli soyadını daşıyıb. Və bizim indiki dövlətimiz də konstitusiya qəbul eləyəndə 1991-ci ildə özünü Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin varisi elan eləyib. Bəli. Varisi elan eləyibsə, o dövrdə Üzeyir bəy Hacıbəyli idisə, niyə biz ona indi niyə Hacıbəyli? Demək ki, sizin təşəbbüsünüzlə bir il şeylər getdi, mətbuatda müzakirələr getdi. Çağırırdılar, soruşurdular. Çox materiallar var. Məsəl üçün Şirməmməd Hüseynovun bir qızı Lalə xanım bizdə proyektdir. Mənə kitabı bağışladı. Baxdım, gördüm, ay Allah, orada nə qədər, hələ mən bilmədiyim nə qədər orada Hacıbəyli imzası ilə bunun əsərləri gedir. Və sonra yaxşı ki, bizdə Milli Məclisdə müzakirə olundu. Bu yaxınlarda bizim akademik Rəfail Hüseyn məni dəvət eləmişdi. Bilirsiniz də, onun da axşam görüşləri adlı verilişi, radio verilişi var. Orada bu söhbət olanda dedi ki, mən onda deputat idim onda da. Xatırlayır o vaxtı. Orada böyük bir müzakirə olundu. Və Nazirlər Kabinetinə qərarı ilə. Onlar qərar çıxartdılar ki, müzakirə elədilər. Bəs burada çox gözəl məqamlara toxunulub və biz də qərara fikirləşirik ki, Üzeyir bəyin elə tarixi soyadı özünə qaytarılmalıdır, Hacıbəyli olmaq. Sonra Nazirlər Kabineti də qərar verdi ki, bundan sonra Üzeyir bəyin soyadı Hacıbəyli kimi. Hətta bəy sözü də əlavə olundu. Sovet dövründə çıxarmışdılar. Demək, hardasa 20 il bundan əvvəl, bax, bu 2004-də. Hardasa bəli, 21 il artıq. Bəyli ilə bağlı da nə yaxşı ki, o Şuşanı ermənilər işğal eləyəndə oradan Üzeyir bəyin bütün sənədlərini, muzeydə olan sənədlərini gətirmişdilər. Bəli. Onun bioqrafiyasında da o da göstərilib ki, Üzeyir bəyin sənədlərini Qori seminariyasını qəbul eləmirdilər ki, yəni o dövrün qanunlarına görə rəiyyəti qəbul eləmirlər. Bəy, xan, belə kübar ailənin zadəgan nəslinin nümayəndələri gəlir, deyirlər ki, bəs beləncədən sonra o dövrdə Əbdürrəhim bəy Haqverdiyə, Xurşudbani Natəvən, Qarabağımızın böyük sənətkarları, onlar akt tərtib edirlər, protokollaşdırırlar ki, bəli, Üzeyir bəy bəy nəslindəndir. Ona görə o bəylik titulu da orada təsdiqini tapır. Necə maraqlı faktları söylədi. Zabazqulu müəllim, hətta bunun da təşəbbüskarı da siz olmusunuz zamanında. Bunun üçün sizə təşəkkür edirik. Qədər, valla bu qədər 2 dənə dissertasiya işi yazmışam, namizədli, elmi fəaliyyətinizdə. 40-dan artıq mənim əsərlərim var, yəni. Bəli. Onları hamısını bir yana qoyuram. Bu bir yanadır. Bəli, bu mənim üçün o qədər sevindiricidir ki, inanılmaz dərəcədə. Soyadını siz qaytarmışsınız. Bəli, onun istədiyi
görürsünüz o hələ Sovet dövründə o yeri gələndə elə Hacıbəyli kimi öz soyadını Bəli. tərk Və edir. çox şükür ki, bu gün doğma Qarabağımızda, Şuşamızda Üzeyir bəyin də ruhu şaddır. Həmin o cuduz üzündə Üzeyir bəyin musiqisi səslənir. Muzeylər yenidən fəaliyyətə başlayıb, yenidən bərpa olunur, canlanma gedir və hələ bundan sonra necə bax belə əlbəttə ki, tarixi hadisələr baş verəcək. Çox təşəkkür edirəm sizə Abbasqulu müəllim. Artıq yekunlaşdırmalıyıq. Çox maraqlı faktlar, tarixdə, musiqi tariximizdə, sənət cəmiyyəmizdə elə böyük töhfələr vermisiniz, elə dəyərli nailiyyətləriniz var ki, bunlar həqiqətən də Azərbaycan musiqi tarixində qızıl hərflərlə yazılan hadisələrdir və arzu edirəm ki, bundan sonra bax bu elmi fəaliyyətinizi də, bu musiqi fəaliyyətinizi də uğurla davam etdirəsiniz. Ən əsası da Allah sizə can sağlığı versin. Abbasqulu müəllim ki, bunu həyata keçirə biləsiniz və Xızıya gələk muzeyə. İnşallah, Bunu inşallah. arzu Allahın edirəm köməyi sizə. ilə. Və nə qaldı? Yallımız qaldı. Sonda hamı Olsun. əl-ələ verib yallı oynayır da. Zurnamız da buradadırsa yallı səslənməyə Mən bilməz. zurnanı ifa eləməkdən Bəli. öncə bir kəlmə söz demək istəyirəm. Buyurun. Siz görürsünüz də bax bu ağızlığıdır da, zurnanın Aha, ağızlığıdır. bəli. Yəni bunun indi mən götürüb dərhal çala bilirəm. Aha. Amma qədim vaxtlar, qədim jurnalarda yəni bu mümkün deyil. Mütləq onun belə deyə suyun içinə qoyurdular, nəfəslə isladırdılar, çalğı vəziyyətinə gətirirdilər. Bu mümkün deyil, götürüb dərhal çalasan. Mümkün Amma deyil. bunu bizim bir ustamız Adını deyək. Kimdir o bunu edən? Rəhman Rasimoğlu. Aha. Şamaxı rayonundandır. Yəni əməkdar mədəniyyət işçisidir. O bu ağızlığı fikirləşib Maraqlıdır, tapıb, bəli. yəni plastik materialdan hazırlayıb. Yəni bunu götürən kimi ifa eləyərsən də Əla. qamışdan bunun Qamışdan hazırlanır. Yox, bu Aha. qamış deyil də. Aha. Qamış üçün mütləq gərək o çalğı prosesinə Bəli, gətirmək üçün bəli. ifadan öncə onu hazırlamaq Aha, lazımdır. bəs bu nə materialdandır? Plastik material. Plastik materialdan. Götürüb. Bəli, bax yəni bizim qədim efirlər üçün- musiqi alətlərimiz təkmilləşərək Bəli, hazır təkmil- vəziyyətə gətirilir. Həm də zurnanın vətəni mən cəsarətlə deyirəm, Azərbaycandır. Bəli. Bir mənalı şəkildə deyirəm. Yəni faktlar var, arxeoloji Bəli. faktlar. Hətta o Qobustanda da divarlarda o yallının Bəli, yallı cizgiləri var, bəli. O yallı üçün də mən bir veriliş hazırlamışdım. Aha. Gəldilər mənə dedilər, çəkilişdən sonra deyir, bu nə deyir? Deyir, yallı gətirmisən bura kişiləri, elə yallı verirdinsə, o deyən adam rəhmətə gedib o adını çəkmək istəmirəm. Mane oldu ki, efirə getmək üçün. Ki bu nədir? Yallı götürürsəncə qadınlı, qızla böyük bir qrup gətir. Deyirəm əvvəla deyirəm. Orada cizgilərə bax ki, nə? Orada qadın yoxdur. Deyirsən nə bilirsən qadın yoxdur? Deyirəm kürəklərindən bilirik də. Bəli, Kürəklərindən kişi kürəkləri enli olur. Qadınlarda əksinədir də. Bəli. Hə, orada bir dənə elə Yəni yallını da zamanda ilk kişiləri ifa edib. Yallının da öz tarixçəsi var. Neçə yallılarımız var. Hər bölgəmizin öz yallısı var. Bu barədə gələn verilişimiz. gələn verilişdə. Çox sağ olun. Yallı ilə yekunlaşdırırıq. Mən sizə təşəkkür Var edirəm. olun. Belə gözəl maarifləndirici verilişinizə dəvət etdiyinizə Təşəkkür görə edirik. sizə başda rəhbərliyiniz Var olun. olmaqla can sağlığı. Minnətdaram. Biz də sizə. Çox sağ olun. Buyurun. Yallı.